Hörmətli valideynlər, nəzərinizə çatdırım ki, ciddi tapşırıq var ki, müəllimlər günündə nə pul yığılsın, nə hədiyyə alınsın. İndi insanıq, qəlbimizdən keçər diqqət etmək, qəlbə toxunmaq olmaz, günahdır. Yəni söylədiyim məlumatınız olsun. Ay Zabitə müəllimə, sizin dediklərinizi başa düşdüməyə qadan alım. Bizim valideynlər var ki, sizi çox istəyirlər də, deyirlər yox, Zabitə müəlliməyə diqqət lazımdır, mütləq diqqət olunmalıdır. Axı aman zaman bir dənə sinif rəhbərimiz sizdə. İnansız, Gül evə gələndə deyir ki, ay mama deyir, Zabitə müəllimə o qədər yaxşı müəllimədir. Dərsimi oxumuram, cavab vermirəm. Mənə deyir ki, otur qızım, 5 aldın. Deyirəm yəqin sənə görə çox istəyirəm, amma mənə deyəsən Zabitə müəllimə. Deyirəm mənə mama qurban, Zabitə müəllimə əlbəttə ki, görürəm mən ona o qədər diqqət göstərirəm, qayğı göstərirəm. Müəllimlərimizi sevmək lazımdır, diqqət göstərmək lazımdır. Hə Zabitə müəllimə, başına dönərəm. Narahat olmayın. Mən indi bu saat qrupa yazacağam. Hörmətli valideynlər, Zabitə müəllimənin səsini eşitdiniz. Gəlin bunu valideyn qrupunda müzakirə edək. Mən təklif edirəm ki, Zabitə müəlliməyə qəşəng bir dənə qızıl dəstə alaq. Mənim tanışım var, o gün mənə yığıb şəmsiyə deyir ki, qəşəng bir dənə dəst gətirmişəm, bəlkə müəlliməyə alasınız. Deyirəm bəlkə elə bir şey edək. Mən nə etməliyəm? Mən pul göndərməliyəm. Mənim 3 uşağım oxuyur orada. 3 uşağımın hərəsindən yığsaz gör nə qədər pul eləyir. Mən bunların hamısını verməliyəm. Mən neçə yerə bölünüm? Mən uşağıma köynək alım, ayaqqabı alım, paltar alım, kitab alım, dəftər alım. Mən niyə pul verməliyəm? Mən başım çıxmır. Niyə? Niyə əsəbləşirsən? Başına dönüm. Eyb yox. Sən pul verməyinə. Bax bütün sinif hamısı 40 manatdan yığır. Sənin uşağın pul ödəmir. Qalacaq geridə, seçiləcək bütün sinifdən. Ona görə heç narahat olma, Əsmər, qadan alım. Belə də ki, nə qədərdən yığılır? Məni də qeyd edin də, daha bütün uşaqlar verirsə, heç nə, məni də qeyd edin. Mən bir səslərə qulaq asdım. Yatmışdım, biraz başım ağrıyırdı. Bütün evimin işi gücü qalıb, yeməyim hamısı qalıb. Bilirsiniz də mən ancaq yatıram. Heç bir işi görmürəm. Sağ olsun, yoldaşım o qədər məni çox sevir, hörmət edir. Deyir, əsas sənin sağlamlığındır. Bilirsiniz də mənə çox dəyər verir. Mən oxudum bütün yazdıqlarınızı. Uşaqlar saat neçədə çıxırdı dediniz. Mən vaxtım yoxdur sizin səslərə qulaq asam, işləyəm mən. Nə qədərdən yığılır? Deyin, onu göndərim. Bir çox məktəblərdə və valideyn qrupunda vəziyyət belədir. Təəssüf ki,